Burada Qədirxumun ərazisidir. Buranı həmişə fontanları məxsusi olaraq çəkmək istəmişəm həmişə. Bayramımız mübarək qardaşlar. O tərəfdə də var hələ fontanlar. Yəni əsəb sakitləşdirmək üçün, tərki dünya olmaq üçün psixoterapiya. Fontan bağı demək olar bura. Yəni arxasında da bilmirəm, görsədə bilirəm yoxsa yox. Arxada da bir çox fontanlar var. Şükür Allaha, şükür Allaha. Allah bu günləri Azərbaycana çox görməsin. Daha gözəl firavan günlərimiz olsun inşallah. İnşallah.